Kimin qanında CRP çoxdursa, tut qurusu dəmləməsi mütləq dəmləsin içsin. Çox gözəl salır. Naxçıvan tutu olsa gözəl olar. İnşallah sizə göstərim. 2 dənə belə çaşka tökəcəm. İndi inşallah çaynikə. Bismillah. Bu da 2. İndi tut qurumuzu əlavə eləyək. Artıq qazı yandırmışam. Qoy bir dənə su qaynasın. Sonra inşallah tut qurusumu əlavə eləyəcəm. Artıq suyumuz qaynayır. İnşallah tut qurusunu əlavə eləyək. 1 2 Bu 3-cü. Bu da 4. Belə 7-8 dəqiqə qaynadırıq bunu. 7-8 dəqiqə az xodla qaynadırıq və söndürürük. Artıq demək, yaxşı olar ki, yeməkdən yarım saat qabaq bunu içmək ac qarna, səhər, axşam. Bir müddət içəndən sonra artıq Allahın izni ilə CRP düşəcək qaydasına. Çox mükəmməl bir şeydir bu.